Salam, hər vaxtınız xeyir. Necəsiz? Ümid edirəm ki, hamınız yaxşısınız və keçən dərsin ev tapşırıqlarını eləmisiniz. İndi gəlin öncə ev tapşırıqlarını yoxlayaq, ondan sonra da keçək yeni dərsimizə. Bildiyiniz kimi birinci tapşırıqda biz cümlələri ingilis dilində tərcümə etməliydik. İndi gəlin bir-bir baxaq. Birinci cümlə biz ingilis dilində danışırıq. Tərcümə edərkən birinci biz sözü olacaq, mübtəda, ondan sonra danışırıq, yəni xəbərimiz. We speak, İngilis dili də English. We speak English. İkinci cümlə, onlar Bakıda yaşayır. Birinci deyirik, onlar, sonra yaşayır, sonra Bakıda. Yəni, they live in Baku. Mən maşın yuyuram. Olacaq, mən yuyuram maşın. Yəni, I wash a car. Sonra dördüncü cümlə. Sən məktəbə gedirsən. Olacaq, sən gedirsən məktəbə. Yəni, you go to school. Digər cümlə, mən ingiliscə danışıram. I speak English. Biz maşın yuyuruq. We wash a car. Siz Bakıda yaşayırsınız. You live in Baku. Onlar İngiliscə danışır. They speak English. Biz Bakıda yaşayırıq. We live in Baku. Onlar maşın yuyur. They wash a car. Birinci tapşırığımıza baxdıq. İndi keçək ikinci tapşırığa. Və bu tapşırıqda biz verilmiş sözlərdən cümlə qurmalıydıq. Və cümlə qurmaq üçün də bilməliyik ki, birinci mübtəda gəlir, sonra xəbər. Yəni şəxs, sonra da feil. Və burada baxırıq ki, şəxsimiz, mübtədamız aydır. Deməli, birinci ay olacaq. Ondan sonra feilimiz, yəni xəbərimiz wash, sonra da a-ka. Deməli, olur I wash a car. İkinci cümləmizdə yenə birinci şəxsi tapırıq. You, ondan sonra feilimiz go, yerdə qalır to və school. Məktəbə də deyəndə to school demək lazımdır. Yəni school to demək olmaz. Olacaq you go to school. Üçüncü cümlə. Baxırıq. Burada mübtədamız, şəxsimiz they, feilimiz də speak. Qaldı ingilis dili English. Deməli cümlə olur they speak English. Dördüncü cümləyə baxırıq. Mübtədamız, şəxsimiz we, feilimiz, xəbərimiz live. Deməli olur we live, nə qaldı? In və Baku. Deməli Bakıda demək üçün də olacaq in Baku. We live in Baku. Burada in yazmağı unutmuşdum, üzürlü sayın. İndi keçdik 5-ci cümləyə. Burada şəxsimiz they, sonra go, sonra nə qaldı? School və to. Məktəbə demək istəyəndə də olur to school. Deməli, they go to school. 6-cı cümlə. Birinci olacaq I, sonra go, sonra da to school. I go to school. 7-ci cümlə. Birinci olacaq they, sonra wash, sonra da a-ka. K-a olmur. Çünkü bu a artikel'dı ve demiştik ismin karşısında olur. Ona göre de a sonra k olmalıdır. They wash a car. 8. cümlemiz. Şəxsimiz we, sonra feilimiz speak oldu. We speak, sonra da English. We speak English. 9'da birinci I, sonra live, sonra da in Baku. I live in Baku. Ve sonuncu cümlemiz birinci olur you, sonra wash, sonra da a-ka. You wash a car. Tapşırıqlarımız bu qədər. İndi də gəlin keçək yeni dərsimizə. Və gəlin ilk öncə bu feilləri öyrənək. Məsələn, oxumaq sözü. Yazanda belə yazırıq, deyəndə isə to read deyirik. To read. Ve keçən dərs dediyimiz kimi feilin qarşısındakı to'nu atsaq, feilin sonundakı maq şəkilsi düşür. Yəni read olur oxu,
To read olur oxumaq. Və burada yenə E-A hərf birləşməsini görürük, hansını ki, keçən dərs speak sözündə keçmişdik və demişdik ki, bu hərf birləşməsi uzun i kimi tələffüz olunur. Digər sözümüz öyrətmək. Yazanda belə yazırıq, deyəndə to teach deyirik. To teach. Və burada iki dənə hərf birləşməsi görürük. Biri az öncə dediyimiz E-A hərf birləşməsi uzun i kimi tələffüz olunur. Digəri isə C-H hərf birləşməsidir. Bu hərf birləşməsi sözlərdə ç kimi tələffüz olunur. Ç. Yenə də sözün qarşısındakı to-nu deməsək, teach olur öyrət. To teach olur öyrətmək. Digər sözümüz baxmaq. Yazanda belə yazırıq, deyəndə isə to watch deyirik və yaxud da to watch. Yenə də Britan İngiliscəsi ilə Amerikan İngiliscəsinə görə fərqlər olur. Yəni yazılışda heç bir fərq yoxdur. Sadəcə deyəndə watch və yaxud da watch deyə bilərsiniz. Və burada gördüyümüz T, C, H hərf birləşməsi sözlərdə ç kimi tələffüz olunur. Yəni həm C, H, həm də T, C, H hərf birləşməsi sözlərdə ç kimi tələffüz olunur. Və burada da feilin qarşısındakı to-nu atsaq, watch olur bax, to watch baxmaq. İndi də gəlin həm bu sözlərlə, həm də birinci dərsdə keçdiyimiz şəxs əvəzlikləri ilə cümlələr quraq. Məsələn deyək, mən oxuyuram. Olacaq, I read. Sonra onlar oxuyur, olur, they read. İndi gəlin öyrətmək sözünü işlədək və deyək, biz öyrədirik. We teach. İndi gəlin bir dənə də baxmaq sözünü işlədək. Məsələn deyək, sən baxırsan. Olur, you watch. Və yaxud da desək, siz baxırsınız, yenə olacaq, you watch. Çünki sən və siz sözü you'dur. İndi keçək yeni sözlərimizə. İlk sözümüz kitab. Yazanda belə yazırıq, deyəndə isə a book deyirik. Burada A-nı qeyd etməmişəm. Yeni ilə A da deyirik. Sadəcə a book yox. A-nı uzadıb dayanmırıq. Qısaca a, sonra book. A book. Və bunu E olaraq da tələffüz edirlər. Yenə də e-book yox. E-ni uzatmırıq. Sadəcə a book. Və burada gördüyümüz qoşa O hərfi qısa U kimi tələffüz olunur. Əgər yadınıza gəlirsə, məktəb sözündə də bu hərf birləşməsi var idi. Amma orada biz bunu uzun U kimi tələffüz edirdik. Yəni transkripsiyada U-nun yanında qoşa nöqtə var idi. Və bu bizə bildirirdi ki, biz burada U səsini biraz uzatmalıyıq. Amma bu sözdə U hərfinin yanında qoşa nöqtə yoxdur. Yəni bu qısa U səsidir. Biz burada U səsini uzatmırıq. Book demirik. Qısa book deyirik. Və yadımızda saxlayırıq ki, qoşa O hərfi sözlərdə həm qısa, həm də uzun U kimi tələffüz olunur. Onu bilmək üçün isə elə bir xüsusi qayda yoxdur. Yəni qayda olaraq desəm də sonra görəcəksiniz ki, çox sayda istisnalar var. Ona görə də ən yaxşısı qoşa O hərfi olan sözlərin transkripsiyasına baxırıq və bilirik ki, orada biz U səsini uzadaq, yoxsa qısa tələffüz edək. Digər sözümüz jurnal. Yazanda belə yazırıq, deyəndə isə magazine deyirik, magazine. Və digər sözümüz də jurnaldır, amma burada biz sadəcə qısa formada deyirik. Mac. Yəni yazanda belə yazırıq, deyəndə isə Mac deyirik. Yəni jurnal demək istəyəndə hansını istəsəz işlədə bilərsiniz. Digər sözümüz yeni. Yazanda belə yazırıq, deyəndə isə new deyirik, new. Və burada gördüyümüz E-W hərf birləşməsi U kimi tələffüz olunur, U. Amma bu hərf birləşməsi həmişə ilə U kimi tələffüz olunmur. Fərqli tələffüzləri də var, qarşımıza çıxdıqca onları da bir-bir deyəcəm. Digər sözümüz fransız dili. Yazanda belə yazırıq, deyəndə isə French deyirik, French. Və burada da C-H hərf birləşməsi var və Ç kimi tələffüz olunur. Hansını ki az öncə teach sözündə keçmişdik. Və bu söz tək fransız dili deyil, həm də fransız deməkdir. Digər sözümüz televizor.
Televizor sözünün əslində uzun formada da tərcüməsi var, amma bu sadəcə qısa formasıdır. TV olur televizor və cümlələrdə hər ikisi böyük hərflə yazılır. Və indi cümlələrə keçmədən gəlin isimləri, sifəti birləşdirək. Məsələn, deyək, yeni kitab. Bildik ki, yeni sözü new'dur. Kitab sözü isə a book. İndi yeni kitab demək istəsək, new a book demək olmaz. Bilirəm, bura qədər yaxşı gəlmişdim, burada korladım. Amma burada da çətin heç nə yoxdur. Biz nə edirik? Əgər sözün qarşısında a varsa, o da nə vaxt olurdu? Əgər həmin söz sayılan tək isim idisə və bir də samit səslə başlayırdısa. Bunu keçən dərs deməmişdim, amma bunu da özünüz üçün qeyd edin. Yəni a artiklı sayıla bilən tək və samit səslə başlayan sözlərin qarşısında işlənir. Baxın, samit hərflə demirəm, çünki hərfə görə artikl yazmaq olmaz. Sözü deyib, səsinə uyğun olaraq artikl yazmaq lazımdır. Onu da digər artiklı keçəndə ətraflı məlumat verəcəm. Amma siz burada sadəcə bu a haqqında dediklərimi mütləq qeyd edin və öyrənin. İndi deməli, biz ismin qarşısına sifət gətirmək istəsək, o ismin qarşısındakı artikl öz yerini dəyişir. Yəni, artıq ismin yox, sifətin qarşısında işlənir. Yəni, buradan keçir bura. Deməli, yeni kitab olacaq a new book. İndi məsələn deyək, fransız jurnalı olacaq a French mag və yaxud da a French magazine. Və fikir verdinizsə, biz burada French sözünü böyük hərflə yazdıq. Çünki French sözü xüsusi isimdir. Yəni, hər zaman böyük hərflə yazılır. İndi də gəlin, həm birinci dərsdə keçdiyimiz şəxs əvəzliklərindən, həm də bu sözlərdən istifadə edərək cümlələr quraq. Məsələn, deyək, mən kitab oxuyuram. Öncə cümlənin sırasını yadımıza salırıq. Birinci mübtəda, sonra xəbər. Şəxs, sonra feil. Yəni, mən oxuyuram, sonra da kitab yazmalıyıq. I read a book. İndi gəlin cümləmizə bir söz də əlavə edək. Yəni deyək, mən yeni kitab oxuyuram. Və burada cümlənin uzanması, sözün çoxalması sizi qorxutmasın. Çünki cümlənin sırası dəyişmir. Yenə birinci mən yazacaqsınız, sonra da oxuyuram. Yerdə nə qalır? Yeni kitab. Yeni kitabda sizlə az öncə öyrəndik. Olurdu a new book. Deməli, hamısı birlikdə olacaq. I read a new book. Mən yeni kitab oxuyuram. İndi gəlin deyək, sən fransız dili öyrədirsən. Yenə cümləmizin sırası olur. Sən öyrədirsən, sonra da fransız dili. Yəni, you teach French. Və yaxud da desək, siz fransız dili öyrədirsiniz. Yenə də olur, you teach French. İndi də gəlin deyək, onlar televizora baxır. Olacaq, onlar baxır televizora. Yəni, they watch TV. İndi bura qədər hər şey aydın oldusa, deməli biz artıq bu iki dərsdə həm 2, həm 3, həm də 4 sözdən ibarət olan cümlələri qurmağı öyrəndik. İndi də gəlin bu cümlələrimizə zaman zərfləri əlavə edək. Bunun üçün isə əlbəttə ki, bir neçə zaman bildirən söz öyrənməliyik. Məsələn, hər sözü. Yazanda belə yazırıq, deyəndə isə every deyirik, every. Digər sözümüz gün. Yazanda belə yazırıq, deyəndə isə day deyirik, day. Və qarşısında a görürük, çünki gün sayılır. Yəni 1 gün, 2 gün, 3 gün deyə bilirik. Və burada gördüyünüz a, y hərf birləşməsi sözlərdə a kimi tələffüz olunur. A. Digər sözümüz həftə. Yazanda belə yazırıq, deyəndə isə week deyirik, week. Və burada gördüyünüz qoşa e hərfi sözlərdə uzun i kimi tələffüz olunur. Burada da sözün qarşısında a artikli işlənib. Bu da onu göstərir ki, bu söz sayılan isimdir. Digər sözümüz ay. Yazanda belə yazırıq, deyəndə isə month deyirik, month. Yəni burada gördüyünüz bu hərf birləşməsini s kimi tələffüz edirik, s. Bu da elə bizim bildiyimiz s səsi deyil. Bu da biraz fərqli tələffüz olunur.
Buna da bəzən pəltək s deyilir. Və bunu tələffüz etmək üçün dilimizi dişlərin arasına gətiririk və s deməyə çalışırıq. Yəni olur f, f. Bir də yadınıza gəlirsə, biz bu hərf birləşməsini onlar sözündə keçmişdik. Amma orada f yox, z kimi tələffüz etmişdik. Deməli, yadda saxlayırıq ki, bu hərf birləşməsi iki cür tələffüz olunur. Ya f, ya da s kimi. Bir də biz burada yenə sözün qarşısında artiklı görürük. Bu da o deməkdir ki, ay sözü sayılan isimdir. Yəni, 1 ay, 3 ay, 5 ay deyə bilirik. Və bu göydəki ay deyil. Bu ilin ayları mənasında işlənən sözdür. Digər sözümüz vaxt, dəfə. Yazanda belə yazırıq, deyəndə isə time deyirik. Time. Və burada mən sözün qarşısında artiklı yazmadım. Buna səbəb time sözünün həm sayılan, həm də sayılmayan isim kimi işlənməsidir. Məsələn, vaxt zaman mənasında işlətsək, onda olur sayılmayan isim. Çünki vaxtı zamanı saymaq olmur. Amma dəfə mənasında işlətsək, onda saymaq olur. Yəni 1 dəfə, 3 dəfə, 5 dəfə və s. deyə bilirik. Deməli, yadda saxlayırıq ki, time sözü həm sayılan isimdir, həm də sayılmayan. Vaxt zaman mənasında sayılmır, dəfə mənasında isə sayılır. Zaman bildirən sözlərimiz bu qədər. İndi gəlin bunları birləşdirib zaman zərfləri düzəldək. Məsələn, deyək, hər gün. Bilirik ki, hər sözü everydir. Gün sözü isə a day. Amma biz burada hər gün demək istəyəndə day sözünün qarşısındakı bu a-nı işlətmirik. Yəni, hər gün sözü olur every day. Və yadda saxlayırıq ki, everydən sonra gələn heç bir sözdə biz article işlətmirik. Məsələn, hər həftə olacaq every week. Hər ay every month. Hər dəfə every time. İndi gəlin bu zaman zərflərini cümlədə işlədək. Məsələn, deyək, mən hər gün kitab oxuyuram. İndi bu cümləni tərcümə etmək üçün gəlin hər gün sözünü buradan götürək. Yəni, mən kitab oxuyuram cümləsini tərcümə eləyək. Hansını ki artıq tərcümə edə bilirsiniz. Olur, I, yəni mən, ondan sonra deməliyik oxuyuram, yəni read, ondan sonra da kitab, a book. Deməli oldu, I read a book, yəni mən kitab oxuyuram. Bəs indi demək istəsək ki, mən hər gün kitab oxuyuram. Bu hər gün sözünü harda işlədirik, necə işlədirik? Əlbəttə, öncə hər gün sözünün tərcüməsini bilməliyik. Every day. Və bu zaman zərfi cümlədə ya ən başda işlənir, ya da ən sonda. Yəni, bu cümləni tərcümə etsək, deyə bilərik, every day I read a book. Və yaxud da I read a book every day. Deməli, bu öyrəndiyimiz zaman zərflərini cümlədə işlətmək istəsək, cümləmizin sırasını dəyişə də bilərik, dəyişməyə də bilərik. Yəni, dəyişməsək, onda yenə birinci mübtəda olur, sonra xəbər olur, sonra digər cümlə üzvləri, ondan sonra da every ilə işlətdiyimiz hər hansı bir zaman. Every day, every week, every month, every year və s. Və yaxud da belə deyək, şəxs, sonra feil, sonra digər sözlər və sonda da every ilə işlənən zaman zərfi. Bax, burada bizim cümlə sıramız dəyişmədi. Biz sadəcə yeni öyrəndiyimiz zaman zərfini cümləmizin sonuna əlavə etdik. Amma burada every ilə olan zamanları biz cümlənin əvvəlində də işlədə bilərik. Amma bu zaman bizim cümləmizin sırası dəyişdi. Yəni, birinci zaman zərfi gəldi, ondan sonra mübtəda, sonra xəbər. Sonra da digər cümlə üzvləri. Və yaxud da every ilə olan zaman zərfi, ondan sonra şəxs, sonra feil. Sonra da digər cümlə üzvləri. Yəni, bu öyrəndiyimiz zaman zərflərini işlətmək sizin öz istəyinizdən asılıdır. İstəyirik cümlənin sonunda işlədirik, istəyirik əvvəlində. Amma hələ yeni öyrəndiyinizə görə və sizə çətin olmasın deyə bu cümlə sıramıza dəyməyin, həmin every ilə olan zaman zərflərini cümlənin ən sonunda işlədin. Daha yaxşı biləndən sonra istədiyiniz yerdə işlədə bilərsiniz. Ya cümlənin əvvəlində, ya da sonunda. İndi gəlin deyək, biz hər ay yeni kitab oxuyuruq. Bəli, burada cümləni biraz da böyütdüm, yəni yeni sözünü əlavə etdim.
Amma bu da sizi qorxutmasın. Yəni çətin heç nə yoxdur. Cümlənin sırasını bilirsiniz. Buradakı bütün sözlərin tərcüməsini bilirsiniz. Sadəcə tərcümə eləmək üçün öncə yadınıza salın ki, hər ay sözünü cümlənin sonunda işlədəcəksiniz. Yəni elə bilin ki, bu söz burada yoxdur. Cümləniz sadəcə biz yeni kitab oxuyuruq cümləsidir. Bu cümləni də tərcümə etmək üçün birinci biz sözünü yazırıq. We, ondan sonra oxuyuruq, read, sonra yerdə nə qaldı? Yeni kitap. O da a new book. Deməli, biz yeni kitab oxuyuruq, olur. We read a new book. İndi hər ay demək istəsək, every month sözünü bu cümlənin sonuna əlavə edirik. Yəni olur, we read a new book every month. Amma burada yenə qeyd edirəm, istəsəz every month sözünü cümlənin əvvəlində deyə bilərsiniz. Every month we read a new book. Gəlin bir də deyək, sən hər gün fransız dili öyrədirsən. Yenə də hər gün sözünü gəlin axıra saxlayaq. Birinci deyək, sən öyrədirsən, you teach. Ondan sonra fransız dili, yəni French. Ondan sonra da hər gün, every day. Deməli, sən hər gün fransız dili öyrədirsən, olur. You teach French every day. Və yaxud da every day you teach French. Bir də bu sözü deməyi unutmuşdum. Deməli, il sözü belə yazılır. Deyəndə isə year deyirik. Year. Və bu da sayılan isimdir. Ona görə də qarşısında A var. İndi də demək istəsək, hər il olacaq every year. Bu isə bizim ev tapşırığımızdır. Yenə də birinci tapşırıqda cümlələri tərcümə edirik. İkinci tapşırıqda isə verilmiş sözlərdən cümlə qururuq. Ev tapşırıqlarını yoxlamaq üçün isə növbəti dərs videosunun əvvəlində verilən izahlara baxa bilərsiniz. Bugünlük də bu qədər. Sağ olun, salamat qalın. Gələn dərs görüşmək ümidi ilə.